Bir zamanlar xüsusən paytaxt Bakı şəhəri başdan-başa yaşıllıqlarla əhatə olunsa da, lakin son 30 il ərzində paytaxt ərazisində aparılan ciddi söküntü və tikinti səbəbindən paytaxtdakı yaşıllıq ərazilərinin böyük bir hissəsi çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri ilə əvəzləndi. Artıq yeni qaydalara əsasən, xüsusən də şəhərsalma qanunlarına əsasən hər hansısa bir çoxmənzilli yaşayış binası inşa olunarkən onun mövcud torpaq sahəsinin 30% yaşıllıq ərazisi ilə əhatə olunmalıdır. Bu ekoloji baxımdan paytaxtın yaşıllaşması üçün nəzərdə tutulub. Başqa bir tərəfdən isə yeni çoxmənzilli yaşayış binalarını nəzərə salsaq, təkcə paytaxt Bakı şəhərində 3000-dən artıq yeni çoxmənzilli yaşayış binaları var ki, bu binaların böyük əksəriyyətidir vətəndaşlar öz mənzillərini qızdırmaq üçün daha çox kombi aparatlarından istifadə edirlər ki, bu da kombi aparatlarından istifadə olunarkən onların borularından çıxan zəhərli qaz ekologiyanın bir məna olaraq məhvinə gətirib çıxarır. Və artıq yaxın gələcəkdə inşa olunan yeni çoxmənzilli yaşayış binalarında qaz xəttlərinin verilməsi dayandırılacaq ki, bu binaların qızdırılması elektriklə aparılacaq və paytaxt ərazisində, əksər ərazilərdə yeni qazanxanalar inşa olunacaq ki, həmin qazanxanalar vasitəsilə də vətəndaşların mənzillərinin isti su ilə və isti qızdırıcılarla təmin olunacağı gözlənilir. Digər tərəfdən isə dünya təcrübəsinə əsaslansaq, dünyanın əksər ölkələrində, xüsusən inkişaf etmiş ölkələrində çoxmənzilli yaşayış binalarında qaz verilmir və mənzilin isitmə və soyutma elektrik vasitəsilə həyata keçirilir və mərkəzi istixana hesabına mənzillər soyuq qış aylarında qızdırıla bilir. Əksər ölkələrdə artıq günəş panellərinə keçid ediblər ki, fərdi yaşayış evlərində və çoxmənzilli yaşayış binalarında günəş panellərindən istifadə etməklə vətəndaşlar elektrikə və qaza qənaət etmiş olurlar. Ölkəmizdə də böyük şəhərlərdə yaxın gələcəkdə bu cür təcrübələr gözlənilir ki, bu cür günəş panellərindən istifadə olunmaqla həm ekoloji baxımdan havanın təmizlənməsinə, digər tərəfdən isə vətəndaşların artıq kommunal xərclər ödəməsinin qarşısının alınması mümkün ola bilər.